Salam, axşamınız xeyir olsun değerli izləyicilər. Mən bizim yəni evdəkilərə görə heç vaxtı sarma eləməmişdim. Bu dəfə sarma elədim, biraz tələsik elədim. Belə az qalır ki, kələm dolması kimi ola. Yəni belə bu vəziyyətdə elədim. Tomatı da içərisinə mən vurmadım ki, birdən tomatla yarpaq getmir. Kələm olsa hə, tomat vurmadım. Yəni soğanı çəkdik, biraz yağla qovuran kimi elədik içərisinə, amma türklər bulgur vururlar. Mən bulgur vurmadım. Düyü vurdum, onun əvəzinə biraz mərci vurdum. Keşniş, şüyüd, bir də ki soğanı, yəni bunlar hamısını belə qarışdırdım. Belə bükmüşəm. Yəni onu istədim ki, yəni çəkəm, göstərəm. Yarpaqdakı keçən il bu yayda bağladığım yox. Ondan qabaqki yayda bağladığım yarpaqlardır. Nə təri var, eləcə də qalıbdır. Ağzını da açdım. Bu yayda çünki mən yarpaqlarımın hamısını kilo yarımlıqlara bağlamışdım. Ona görə bu balaca bankalar ondan qabaqki ildə bağladıqlarım idi. Ona görə də yəni bu yarpağın nə tər qaldığını görə çəkdim. Həm də ki sarmayı belə pişirdim, belə bükdüm. Tomatsız yarpaqla dedim birdən tomat getməz. Ona görə kim hazırlamaq istəsə də nuş olsun. Göz haqqınızı halal eləyin. Kanala dəstək olanlara dərin minnətdarlığımı bildirirəm. Allah hər kəsdən razı olsun. Əliniz, qolunuz var olsun. Yəni takip eləyirsiniz, like eləyirsiniz, abunə ol düyməsini də kim görsə, kimin qarşısına çıxsa basmağı unutmayın. Yenə kanalımıza dəstək olun. Hər kəsdən Allah razı olsun. Yenə deyirəm, göz haqqınızı da halal eləyin. Hər bir ev eşiyə çoxluq, bol ruzi, bərəkət yetirsin Allah. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.